Hər kəsə salam. Mən Rabil Akif, sizi Astrolog kanalına mükəmməl xoşladam. Bugünkü mövzumuz trend haqqında olacaq. Mən istəyərdim bu trend haqqında sizə bir qısa məlumat verim. Hal-hazırda 3 cür növ trend olur. Yüksələn trenddir. Bunun başqa bir adı buğa trendidir. Ondan əlavə, yəni yan hərəkətli trend olur. Buna təcrübədə flet deyilir. Bundan da əlavə 3-cü növ trend azalan trenddir, enən trenddir. Yəni buna da ay trendi deyilir. Ondan əlavə trendlər qlobal və lokal trendlərə bölünür. Qlobal trendlər adətən gündəlik tarixlə yuxarı, həftəlik, aylıq tarixlərdə əks olunur. Lakin lokal trendlər gündəlikdən aşağı, yəni 4 saatlıq tarix rejimində, 1 saatlıq tarix rejimində yaxud da 5 dəqiqəlik çartlarda, nə bilim 1 saatlıq qrafiklərdə yaxud da yarım saatlıq qrafiklərdə əks eləmək olar və onu orada görmək olar. Məsəl üçün, hal-hazırda gördüyünüz kimi gündəlik tarix rejimində, yəni yan hərəkətli trenddir. Artıq burada yüksəlmə baş verir. Amma dünənki günə qədər 1 ay ərzində yan hərəkət trend gedirdi. Bunu biz məsələn 4 saatda keçsək, biz görəcəyik ki, müəyyən qiymət müəyyən kanaldan kanala gedib gəlir. Ona görə də hal-hazırda görürsüz bax 1.44, 4.35-dən 1.43, 3.55 arasında qiymət oynayıb, yəni müəyyən vaxtdır. Müəyyən vaxtdır burada həm enmə baş verib, həm yəni yüksəliş gedib və bu trendlər bir-birini dəyişir. Həm lokal olub, həm daha doğrusu üzr istəyirəm, həm yüksələn trend olub, həm enən trend olub, amma ümumiyyətlə baxsaq yenə bu fletlərdir. Çünki gündəlik time frame-də, yəni bu 1 ay, son 1 ayda hərəkət bir qiymətdən digər qiymət arasında oynayıb. Əsasən, yəni qlobal trendlər analizlər üçün və proqnoz vermək üçün ssenarilə yazılmaq üçün lazım olur. Lakin kiçik time frame-lər, yəni working time frame-lər adlanır və onlarda daha çox biz artıq pozisiya şirkətlər açırıq və giriş nöqtələrimizi təyin edirik. Ona görə hal-hazırda ümumi analiz apararkən biz daha çox, yəni gündəlik və gündəlik time frame-də yuxarı olan trendləri nəzərdə tutmalısınız. Çünki əksər kapital, böyük oyunçular daha qlobal baxır bütün alətlərə və çalışır ki, uzun müddətli olaraq öz istədiyi strategiyasını həyata keçirsin.